MİMTA yayımlarının öz müəllifləri ilə görüş günü baş tutub. Görüşün nəşriyyatın hazırki yayım siyasəti və gələcək planları ilə bağlı yazarlarla fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüş Yasamal rayonu Zahid Xəlilov 43 ünvanında yerləşən Litera kitab evində keçirilib. Yayım evini qurarkən müəyyən istiqamətlər üzrə məqsədlər təyin etmişdik. Bu məqsədlərdən biri Azərbaycanın kitab sektorunda inkişaf mühitinin formalaşdırılması üçün MİMTA yayımları nələrsə eləməyi qarşısına məqsəd qoymuşdu. Yazı nəqlin müqəddəs bir yükü daşımaq üçün ən ideal vasitədir. Və biz elə o vaxtdan maarifçilik deyib yola düşmüşük. Biz istəyirdik ki, hər bir müəllif tanımadığı, yəni burada görən, amma tanımadığı müəllifin kitabını götürsün, ona imzalatsın. O bir kitabı biz yəni Litera olaraq hədiyyə eləmiş oluruq sizə. Hər adam yaxşı mənada dünyanın bir üzüdür. Müraciət etdilər, onu füyüzatda çap etdik və sonra da təklif etdilər ki, onu bir kitab anlasalar. O fəthin ruhunu tətikləyən cümlələr, bəlkə də o şəhadət iksirini içən bir çox yiğitlərimiz vardı ki, onlar Füyuzat məktəbindən ilham almışlar. Bugün MİMTA yayımlarının öz müəllifləri ilə yaradıcı heyəti ilə görüşü keçirildi. Düşünürəm ki, bu görüş istədiyimiz formatda uğurlu bir görüş oldu. Görüşdə əsasən MİMTA yayımlarının indiyə qədərki olan fəaliyyətini müzakirə elədik. Gələcək planlar üzərində fikir mübadiləsi apardıq və müəlliflərimizin xarici ölkələrə aid nəşriyyatlarda çap olunması üçün nələr eləyə biləriksə, bu istiqamətdə fikir mübadiləsi apardıq. Biz MİMTA yayımları olaraq uzun ömürlü fikir üçün çalışırıq və bu gün dünyada informasiya bolluğunun içərisində sanki bir fikir aclığı var. Bu səs-küyün içərisində MİMTA yayımları olaraq biz söz olmaq, axında yox, dəyərdə qalmaq istəyirik və bu istiqamətdə işlərimizi davam elətdiririk. İnanıram ki, bundan sonra gələcək illərdə də yazıçılarımız üçün, yazarlar üçün addımlarımız stimul verəcək və onların uğurlu addımları olacaq. MİMTA yayımları olaraq müəlliflərimiz üçün güvənli ünvan, oxucularımız üçün etibarlı seçim, yaradıcı heyət üçün inkişaf yeri olmaq istəyirik. Bunun üçün də əlimizdən gələni əsirgəməyəcəyik. Bugün MİMTA bizi bir araya yığdı və düşünürəm ki, bu yayın evi ilə əməkdaşlıq edən yazarların, müəlliflərin bir araya yığılması yəqin ki, Azərbaycan nəşriyyat və yayın evi təcrübəsində ilk hadisədir. Buna görə çox xoşbəxtəm, şadam və MİMTA-nın bu təşəbbüsünü ürəkdən alqışlayıram və düşünürəm ki, bu cür görüşləri tez-tez təşkil etmək lazımdır. Çünki bu cür görüşlərdə yeni ideyalar yaranır, yeni təşəbbüslər meydana çıxır. Bugün də tədbirimizdə bu cür təşəbbüslər irəli sürüldü, yeni ideyalar irəli sürüldü müxtəlif müəlliflər tərəfindən və onların həyata keçirilməsi ilə bağlı düşünürəm ki, gələcəkdə bir yol xəritəsi var və həmin yol xəritəsinin reallaşması, onun həyata keçirilməsi böyük məsuliyyət tələb edir və MİMTA inanıram ki, bu çətin, amma eyni zamanda şərəfli işin öhdəsindən uğurla gələcək. Tədbir gerçəkdən qeyri-adi bir tədbir oldu. Tədbirin qeyri-adi olmasının əsas səbəbi yazarların daha çox səmimiyyətin dili ilə danışması, özəlliklə milli mənəvi dəyərlərimizə xidmət eləmiş, gerçəkdən bu sahədə söz sahibi olan adamların danışması, onların fikirlərini səsləndirməsi oldu. Yazarlarımızla yeni nəslin görüşməsi və eyni zamanda gənc nəslin şuurlanmasında, onların milli mənəvi dəyərlərimizlə yaxından tanış olmasında çox böyük bir vəsilə ola bilər. Ona görə də tədbiri təşkil edən bu işdə ən kiçik belə fikir işçisi olandan tutmuş da layihənin rəhbərliyinə qədər mən MİMTA yayın evinə öz xüsusi təşəkkürümü ifadə edirəm. Tədbir mənim çox xoşuma gəldi. Əslində səmimi bir mühit hiss etdim. Vərdiş etdiyim biznes görüşlərindən, biznes tədbirlərindən çox fərqlidir və ən çox yadda qalan da sanki məni bir qədər uşaqlığa apardı. Çünki məktəb illərində ən sevimli kitablardan biri Əzizə Cəfərzadənin Nənəmin nağılları idi və bu görüşdə mən onun oğlu Tural bəy ilə də tanış oldum və çox xoş oldu. Mən MİMTA nəşriyyatına, yayımlarına çox böyük uğurlar arzu edirəm. MİMTA yayımlarının bugünkü təşəbbüsünü çox alqışlayıram. Yəni müəllifləri
bir yerə toplamaq, əməkdaşları bir yerə toplamaq. Mən özüm də MİMTA ilə bir redaktor kimi əməkdaşlıq eləmişəm və əməkdaşlığımız davam eləyir. Burada çox maraqlı demək planlar açıqlandı, plan perspektivlər Azərbaycan ədəbiyyatının, müasir Azərbaycan ədəbiyyatının nəşr olunması və onun xarici ölkələrə çıxarılması, tərcümə olunması. Bu məsələlərdə biz də bacardığımız köməyi eləməyə hazırıq, təkliflərlə çıxış eləməyə hazırıq. Və MİMTA-nın müəlliflərinə, əməkdaşlarına bu qədər həssas yanaşması məni çox sevindirir. Nəhayət ki, Azərbaycanda normal, sivil qaydada müəllif, naşir, redaktor, naşir münasibətləri formalaşmağa başlayır. Bu çox yaxşıdır. Arzu edirik ki, davamlı olsun. Bugünkü tədbir çox xoş keçdi. Yazıçıların hər birini bir yerdə görmək xüsusilə xoş idi. MİMTA nəşriyyatını və MİMTA fondunu burada əməli başda hiss elədim. Yazıçıların hər birinin öz fikrini dinlədim. Onların xaricdə tanıdılması ilə bağlı öz öhdəmə düşən vəzifə borcumu da daha dərindən mənimsəmiş və artıq planlarını beynimdə sıxımləşdirmiş oldum. Çox gözəl tədbir keçdi, çox gözəl sürprizlər etdilər bizə. Sağ olsunlar MİMTA nəşriyyatı. Bu qısa müddətdə literada çox təqdimatlar olub, çox tədbirlər olub, çox görüşlər və çəkilişlər olub. Artıq bundan sonra dostlarla da görüş yerimiz olacaq. MİMTA nəşriyyatına uğurlar arzulayıram. Onlara 2026-cı ildə daha da çox istər uşaq ədəbiyyatı, istər yetişkin, istərsə də qeyri-bədii ədəbiyyat sektorunda daha da yeni kitablar, yeni oxucular arzulayıram.